Universitetə daxil ola bilmədin? Narahat olma. Yalnız atestatla ayda cəmi 100 manata diplom məhz sənin olsun. Ayda 100 manata diplom bu qədər asandırsa, oxumağa ümumiyyətlə dəyərmi? Yaxşı, bu diplom mənə gələcəkdə nə vəd edir? Və ümumiyyətlə mənim bu alacağım diplom ümumiyyətlə ölkə tərəfindən tanınacaqmı? Əslində tanınma diplom aldığın universitetlərin dəyərləndirməsi və proqramın müəyyən standartlara uyğun olmasının müəyyənləşdirilməsidir. Yəni diplomun o zaman keçərlidir ki, o rəsmi olaraq yoxlanılır və təsdiqlənir. Çoxları yalnız sonda başa düşür ki, bu asan diplomlar nə işə yarayır, nə də gələcəyə. Pul gedir, vaxt gedir, amma gələcək bir yerdə dayanır. Təbii ki də bu hər kəsə şamil olunmur. Əgər doğrudan da xaricdə oxumaq istəyirsənsə, birinci araşdır, sonra qərar ver. Diplomu almazdan öncə onun tanınma imkanlarını öyrən. Təhsil sənin gələcəyindir və onu başqalarının yalan vədlərinə qurban vermə. Yalnız atestatla diplom deyirlər, amma sonra isə o diplom heç nə yaramır. Təhsil ciddi məsələdir. Araşdır, öyrən, aldanma ki, sonra pulda vaxt da getməsin.